Bu günləri manqal salatı hazırlayıram. Adı manqal salatı olsa da mən onu sobada kebab edəcəm. Bu yazıq badımcan heç bir evdə sevilmir. Nəinki badımcan, hətta lobya da sevilmir. Deyin görüm sizin evdə lobya, badımcan sevilirmi, yeyilirmi? Şəxsən mən sevirəm. Üzərinə sarımsaq qatıq töküb yeməyi xoşlayıram, amma yoldaşım sevmir. Elə badımcan salatı edən də sevir, badımcan dolması edən də sevir və ya badımcanı laylayı qızartında onu denə kim sevməz ki? Manqal salatına 6 badımcan, 4 biber, 5 pomidor kebab etdim. 230 dərəcədə təxminən 1 saata yaxın belə gözəl kebab oldu. Sonra dərəcəsini 200-ə indirdim. Onu da deyim ki, belə manqal salatında acı biberi mən kebab etmirəm. Sanki acı biberi kebab edəndə itkiyə gedir elə bilirəm. Onu çiğ halda doğradım. Acı biber də dəhşət acı olduğuna görə yarısını doğradım. Bu salata sarımsağı çox yaraşdırıram. Mən özüm sarımsaq sevdiyimə görə sarımsağı biraz bol etdim. Burada 4 diş sarımsaq xırda-xırda doğrayıram. Məndən olsa bütün salatlara, yeməklərə sarımsaq əlavə edərəm. Təbii ki, sarımsaq zövqə görədir. Elə adam var ki, sarımsaq sevmir, əlavə etmir. Bir ədəd də qırmızı soğanı yenə xırda-xırda doğrayıb əlavə edirəm. Bir dəstə keşniş, bir dəstə reyhan və biraz da duru yağ əlavə edirəm. Duz, üstüyə turu və salatımızı qarışdırıram. Budur artıq dadlı, ləzzətli, rəngarəng salatımız hazırdır. Siz rənglərin gözəlliyinə baxın. Burada da dadına baxıram. Mənə nuş olsun. Sizlər isə videonu bəyənməyi, səhifəmi izləməyi unutmayın. Hələlik.